Bir neçə şeylər var ki, insanın bu həyatda ömrün uzadır və insana bərəkət gətirir. Bir, sədəqə bəlanı dəf eləyir, sədəqə, verilən sədəqə yaxşılıq. Bəlanı dəf eləyir, müsibəti dəf eləyir. Başa gələcək bəlaları səndən uzaqlaşdırır və ömrünü uzadır. Ona görə İslam deyir, çox sədəqə ver. Ona buna çox yaxşılıq elə, fəqirlərin qapısını aç, yetimlərin başına sığal çək, imkanın çatdığı qədər. İkinci, silə-i rəhim, hədislər buyurur, qohum əqrabanın qapısını açmaq, hal əhval tutmaq, böyükləri ziyarət eləmək, insanın ömrün uzadan ən önəmli məsələlərdən biridir. 3, günahdan çəkinmək, ay cavanlar, ay əzizlər, elə ki günahla üzbəyüz gəldiniz, üzünüzü çövürüb Allah qorxusundan, əgər qaça bilirsizsə, çəkilə bilirsizsə, bilin ki, onun Allah mükafatını sizə bir əmin verəcək dünyada. Allah qorxusundan qəlbiniz titriyirsə və günahdan qorxub qaçısınızsa, Həzrəti Yusif kimi, bilin ki, ömrünüz uzanacaq. Bu mənim sözüm deyil, bu imamlarımızın sözüdür. Hədisdir dediklərim. 4, ədalətli yaşamaq. Başqasının haqqını tapdalamamaq, insanın ömrünü uzadan ən önəmli məsələlərdən biridir. Dili islah eləyib doğru danışmaq, yalancı olmamaq, insan aldatmamaq, insanın ömrünü uzadan məsələlərdən biridir. Qonağa hörmət qoymaq, qonaqpərvər olmaq, qonaq üçün süfrə açmaq, acları doyuzdurmaq, Allah üçün həsənat vermək, insanın ömrünü uzadan və bərəkətinə bərəkət qatan məsələlərdən biridir. Sonra hədislər buyurur ki, daim təharətli, təmiz halda gəzib, daim dəstəmazda olmaq. İnsanın ömrünə bərəkət gətirər, insanın ömrünü uzadar. Təkcə namaz üçün dəstəmaz almayaq, elə birinci bir özümə deyirəm. O vaxtı qoca kişilər, təqvalı möminlər, qoca kişilər, qoca nənələrimiz gün boyu dəstəmazlı gəzərdilər. Bunu özlərinə vərdiş eləmişdilər. Mən elə gözümü açanı, babamı, nənəmi bu cür görərdim. Allah böyüklərimizə rəhmət eləsin. Biz dini onlardan öyrənmişik. Hələ kitab açmamış, şəriət, fiqh öyrənməmiş, birinci İslamı onların əməllərində tanımışıq. Ona görə biz bəxtəvər nəsiliyik. Ata-babalarımızı əli dastamazlı, əli Quranlı, ağzı oruclu görmüşük. İmam Hüseynə hörmət qoyan, əzadar olan bəndələr kimi tanımışıq. Biz dini birinci əcdadımızdan öyrənmişik. Sonra gəlmişik, kitab açmışıq, ağlımız kəsb eləyəndə. Bu çox önəmli məsələdir. Bugün sənin uşağın da, sənin balaların da ailəvin içərisində o halallığı, düzlüyü, doğruluğu səndə görməlidirlər. Necə biz görmüşük baba nənələrimizdə. Onlar gün boyu dəstəmazlı gəzərdilər. Yatanda da gedərdilər, dəstəmaz alardılar. Uzanardılar, kəlmə-i şəhadət, kəlmə-i teyyibə deyərdilər. Ondan sonra dua eləyərdilər, ondan sonra yuxuya gedərdilər. Gərək biz də bu cür vərdiş eləyək. Bu vərdiş bizə nə qazandırar? Bizi bəlalardan uzaqlaşdırar, bizə bərəkət gətirər, sağlamlıq gətirər. Bir də bizim ömrümüzü hədislər buyurur ki, uzadar. Təharətli olub, təmiz olub və dəstəmazlı gəzmək. Və hədislər buyurur ki, sübh və gecə namazı. Sübh namazına davamlı şəkildə durub, qalxan, əziyyətini çəkən, sübhü qəzaya verməyən. İndi olar birdən kiminsə sübhü qəzaya gedər hansısa səbəbdən, əlində olmayan bir səbəb üzündən, amma davamlı olaraq sübhə qalxan, gecə namazlarına duran insanın ömrü nurlanar, əməlləri nurlanar, həyatı nurlanar, bərəkət tapar, ömrü uzanar. İmam Sadiq əleyhissalam buyurur, evlərinizdə çox Quran oxuyun. Quran oxumaq insanın bərəkətini artırar və əcəli gecikdirər. Ömrü o qədər uzadar ki, Quran oxumaq. Ona görə Quran çox oxuyun. Bir də hədislər buyurur ki, valideyninə yaxşılıq eləmək, hörmət qoymaq, valideynin qulluğunda dayanmaq, valideyni razı salmaq ömrü artırar, ömrü uzadar, əcəli gecikdirər, insana bərəkət gətirər. Valideynin bir xeyir duası, balası üçün elədiyi bir dua 1000 qapını açar. And olsun Allaha. Buna hamımız həyat təcrübələrimizdə də yaşanmışıq. Valideynin bir duası bəlanın qabağını alar. Valideynin bir nifrini səni bütün rəhmətdən ayrı salar, səni cənnətdən uzaq salır.